Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefqahu qavli. Əziz müsəlman qardaş və bacılarım, bugün bizə göndərilən bir suala cavab verəcəyik. Düşünürəm ki, bu sualın cavabı hamınız üçün maraqlı olacaq. Deməli, sualda deyilir ki, farsları pisləmək olarmı? Çünki elm əhlindən biri çıxıb, onlar barədə deyib ki, biz türkük, fars deyilik. Nə üçün farsın təəssübünü çəkməliyik? Farsın bizə nə xeyri olub ki, ömrü boyu bizə xəyanət ediblər. Bu haqda nə deyə bilərsiniz? Deməli, əziz müsəlmanlar, biz müsəlmanıq və bir müsəlman kimi müsəlmana nazil olmuş Allahın kitabını və onu bizə izah edən Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmin bizə göstərdiyi yola, doğru yola, sırat-ül müstəqim yoluna tabi olmalıyıq. Yəni, Quranda Allah subhanət hələ bizə nə buyurursa, Peyğəmbər sallallahu aleyhi və səlləm bizə nə buyurursa, o cür davranmalı, o cür yaşamalıyıq ki, həqiqi müsəlmanlardan sayılaq. Deməli, tarix boyu baxsaq görərik ki, farsların İslam dininə nə qədər faydası dəyib, xeyri dəyib. Yəni, o millətin, o xalqın içində əgər kimsə nalayiq hərəkət edirsə, pisdirsə, xəyanətkardırsa və s. buna görə bütün milləti pisləmək əlbəttə biz müsəlmana yaraşmır. Demək, misal çəkirəm birinci, ən gözəl misalı Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabəsi olmuş, sağlığındaykən cənnətlə müjdələnmiş Salman el-Farisi radiyallahu anh. Salman Farisi radiyallahu anh barədə, onun həyatı barədə ayrıca dərsimiz var. Onu tapıb qulaq asa bilərsiniz. Adam İslam dininə böyük xidmətlər göstərib. Böyük xidmətlər və bu xidmətlərinə görə Allah subhanət hələ ondan razı olub və Peyğəmbər sallallahu aleyhi və səlləm də onu sağlığındaykən cənnətlə müjdələyib. Salman Farisi radiyallahu anh sağlığındaykən ümid edirdi ki, cənnət əhlindən olacaq. Baxmayaraq ki, fars idi. Həmçinin, əgər tarixi araşdırsanız, görərsiniz ki, tarix boyu, yəni 15 əsr ərzində neçə fars millətindən alimlər olub. Xüsusilə də mühəddislər. O mühəddislərdən, o tanınmışlardan birini misal çəkim sizə. İmam Muslim, İbn Həccac, Nisaburi fars olub, lakin bütün dünya onu tanıyır və İslam'a nə boyda böyük xidməti olub. Əgər kimsə çıxıb desə ki, türklər İslam'a, İslam dininə zərər yetirib, xüsusilə də 19-cu əsrdə uzun illər azan türkcə verilib, müsəlmanlara zülümlər edilib və ya məsələn kimsə çıxıb desə ki, 2-ci Dünya müharibəsində türklər Azərbaycanlıları kommunistlərə təhvil edib, Boraltan körpüsündə. Kommunistlər də onları həmin o körpünün yanında türklərin gözü önündə güllələyib. Bu, əlbəttə ki, türklərə xoş olmaz. Bundan qəzəbləri tutar ki, o azğınların etdiyi əmələ görə bütün türk xalqını pisləyirsiniz. Əlbəttə ki, belə demək, belə danışmaq olmaz. Hər bir xalqın, hər bir millətin içində yaxşısı da var, pisi də. Pisinə görə yaxşısını da pisləmək müsəlmana yaraşan xislətlərdən deyil. Xülasə budur ki, İslam dini bizə milləti pisləməyi qadağan edir. Diqqət edin, Hucurat surəsinin
13-cü ayəsində Allah Subhanahu nə buyurur? Yə eyyuhən-nəs, İnnə xaləqnəkum min zəkərin və unsə və cəalnəkum şuubən və qəbailə litəarafu. Biz sizi, ey insanlar, biz sizi bir kişi və bir qadından yaratdıq. Yəni Adəm və Həvvadan aleyhissalam. Sonradan sizi qəbilələrə, xalqlara, millətlərə böldük ki, bir-biriniz arasında ünsiyyət qurasınız. Bir-birinizlə ticarət, evlilik və s. Allah Subhanahu insanları bax belə millətlərə, xalqlara, qəbilələrə bölüb. İndi yer üzündə olan həmin o insanların, o qəbilələrin, xalqların, millətlərin arasında Allah üçün ən hörmətli olan kimdir? Ayənin ardına baxın. İnnə əkramakum indəllahi ətqakum. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır. Yəni Allah Subhanahu taala baxmır sən hansı millətdənsən, hansı xalqdansan, ərəbsən, ərəb deyilsən, türksən, azərbaycanlısan, farssan və s. Allah Subhanahu taala baxır ki, sən Allaha iman gətirmirsən, Allahdan qorxursan, pis əməllərdən çəkinirsən, yaxşı işlər görürsən, Allah səni sevir və sənin hörmətini ucaldır. Allah yanında sənin hörmətin ucalır. Diqqət edin, İmam Əhməd rahimehullahın və digərlərinin rəvayət etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Ey insanlar, Rəbbiniz birdir, həmçinin atanız da birdir, yəni Adəm əleyhissalam. Heç bir ərəbin əcəm üzərində, əcəmin də ərəb üzərində üstünlüyü yoxdur. Qırmızı dərilinin qara dərili üzərində, qara dərilinin qırmızı dərili üzərində heç bir üstünlüyü yoxdur. Üstünlük ancaq təqvadadır. Sonra Peyğəmbər sallallahu aleyhi ve sellem bu ayəni oxuyur. İnnə əkramakum indallahi ətqakum. Təqva yəni Allah qorxusu. Qəlbdə olan Allah qorxusu. Ayəni də oxuyur, deyir Allah Subhanahu taala həmin ayədə ki, Allah yanında ən hörmətli olanınız, Allahdan ən çox qorxanınızdır. Və bunu deyəndən sonra sahabələrinə müraciət edir ki, mən sizə bunu təbliğ etdimmi? Yəni, şahid oldunuzmu ki, mən sizə bunu təbliğ etdim? Sahabələri deyir, bəli. Onda Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, siz də bunu eşitməyənlərə təbliğ edin. Bizim də həmçinin borcumuzdur ki, insanlara təbliğ edək, çatdıraq, izah edək, dəvət edək, hikmətlə başa salaq ki, onlar öz aralarında milliyyətçilik salıb bir-birinə ədavət bəsləməsinlər, bir-birinə düşmən olmasınlar. Əksinə, yaxşılar yaxşılarla dost olsun, pislərə də ki, Allah hidayət versin. Demək, istənilən xalqın, millətin ən hörmətli olanları kimlərdir? Allahdan qorxan möminlər. Yerdə qalan, Allahdan qorxmayan müşriklər, kafirlər, zalimlar, fasiqlər, münafiqlər, əlbəttə ki, bunlar Allah yanında hörmətsiz insanlardır. Bu, farslar xaindir, ömrü boya xəyanət edib deyən adama nəsiyyətimiz budur ki, belə ağır söhbətlərə girişməsin. Öz işi ilə məşğul olsun, öz dəvəti ilə məşğul olsun və öz-özünə bir düşünsün. Öz-özünə bir düşünsün ki, bugün 5-10 nəfər ona qulaq asır, onu dinləyir, onun danışdığına etimad edir, onun danışdığına etiqad edir. Əgər o onları azdırırsa, onlara bax belə məsələlərdə yanlış söz deyirsə, onları aldatmış olur. Onlar ona inanır axı. İnandığına görə onun ardınca gedirlər. Əslində heç onları azdırmış sayılmır. Çünki onlar bilmədən, nadanlığı üzündən ona inanırlar. Deməli, onların da günahından bir pay günah qazanır. Çünki bilməyən insanları bilən insan yoldan çıxardır. Axı Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə buyurur, mənim adımdan yalan danışmayın. Kim mənim adımdan yalan danışarsa, cəhənnəmdə yerinin hazır olduğunu bilsin. Və bu yalana görə qiyamət günü cavab verməli olacaq. Buna görə məsuliyyət daşıyır.
İndi o Fars millətini ümumən təhqir etməsi nə dərəcədə doğrudur? Məyər Peyğəmbər sallallahu əleyhi və səlləm belə bir şey edibmi? Məyər Peyğəmbər sallallahu əleyhi və səlləm hər hansı bir milləti təhqir edibmi? Əlbəttə ki, yox. Nə qədər alimlər olub, yəni dırnaqarası alimlərdən söhbət gedir, üsyankar olub insanları üsyana təhrik ediblər. Bax, belə sözlərlə. Millətlər arasına ədavət salıblar, bax, belə sözlərlə. Nə qədər qanlar tökülüb haqsız yerə, nə qədər insanlar həlak olub. Bunun məsuliyyətini kim daşıyacaq? Buna görə qiyamət günü nə cavab verəcək? Əlbəttə ki, bu ağır məsələdir və belə ağır məsələlərdən danışmasa bu insanlar, onlar üçün daha xeyirli olar. Demək, Peyğəmbər sallallahu aleyhi və səlləm Kəbəyə baxır, deyir ki, ey Kəbə, mən bilirəm ki, sən Allah üçün ən sevimli yersən. Lakin Allaha and olsun ki, bir müminin haqsız yerə bir damla qanının axıdılması sənin kərpic uçurulmağından Allah üçün daha ağırdır, günahı daha böyükdür. Belə bir hədis olduğunu eşitmişik və bu hədisi deyən insanlar, təəssüflər olsun ki, bu hədisə əməl etmirlər. İndi bu məsələdən danışan insana bir sual verək. Əgər sabah kimsə Azərbaycanda Fars əsilli ilə Türk əsilli birisi arasında ədavət olsa, bir-birinə qarşı silah çəksə, xətər yetirsə, bunun məsuliyyətini kim daşıyacaq? Yəni, belə sözlər, belə məsələlərə qarışmaq, belə şeylər danışmaq əlbəttə ki, müsəlmana yaraşmaz. Xüsusilə də dəlilsiz olaraq əgər danışırsa, ağlına istinad edirsə, nəfsinin istəyinə uyğun danışırsa, özü də azır, cəmaatı da azdırır. Yadınıza gəlirsə, bir neçə il bundan əvvəl sosial şəbəkədə bir rəvayət paylaşırdılar. Rəvayətdə deyilirdi ki, filan sahabə deyib ki, Ermənistanda məskunlaşmayın. Və həmin vaxt bu rəvayəti yayanlara etirazımızı bildirdik ki, belə şey yaymayın. Əvvəla bu rəvayət zəifdir. İkincisi də bir sözə görə bütöv bir milləti pisləmək icazəli deyil. O millətin içərisində yaxşısı da var, pisi də. Yer üzündə olan bütün millətlər arasında. Yaxşısı da var, pisi də. Pis bir əmələ görə yaxşıları da pisləmək müsəlmana yaraşmır. Hamıya məlumdur ki, Rusiyada bəzi Azərbaycanlıların etdiyi nalayiq hərəkətlərə görə Ruslar arasında bəziləri ümumən Azərbaycanlılara pis baxırlar. Azərbaycanlılara pis deyirlər. Onların arxasınca pis danışırlar. İndi onlar əgər belə danışırsa, o deməkdir ki, bütün Azərbaycan pisdir və ya Azərbaycanlılar arasında tanınmış yaxşı insanlar olmayıb. Əlbəttə ki, olub. Özdə Rusiyanın özündə bu adamlar tanınır. Gəlin bunlardan bir neçəsini misal çəkək. Birinci misal, daim çəkdiyimiz dahi şairimiz Nizami Gəncəvidir. Heç bilirsiniz, Nizami Gəncəvinin əl yazması, Sirlər Xəzinəsi Ermitaj muzeyində qorunub saxlanılır. Altından da Stalinin öz qolu ilə, yəni Stalin göstəriş verib ki, bu əl yazma həmin muzeydə qorunub saxlanılsın, əbədi olaraq. Yəni, nə qədər ki, Rusiya durur, o qədər. Həmçinin bilirsiniz ki, məlumatınız varmı ki, Stalin 41-ci ildə Nizami Gəncəvinin müharibə gedə-gedə Nizami Gəncəvinin yubileyini keçirmək barədə göstəriş verir. Və həmin vaxt müharibə gedə-gedə
bu böyük şairin, dahi şairin yubileyi keçirilir. Nizami Gəncəvini dünyanın hər yerində, o cümlədən də Rusiyada insanlar tanıyır və bir Azərbaycan şairi kimi ona böyük hörmət bəsləyirlər. Biz də onunla fəxr edirik. Həmçinin, misal çəkə bilərik, Rusiya İmperiyası ordusunda general-leytenant, sonra da Azərbaycan Xalq Cümhuriyyətinin hərbi nazirinin muavini, artilleriya generalı Əliağa Şıxlinski. Ruslar ona ləqəb qoyublar. Bəziləri deyir Bog Rossiyski artilleri, bəziləri də deyir ki, Otec Rossiyski artilleri. Rus artilleriyasının atası. Hətta bəziləri ilah sayır onu. O qədər təcrübəli olub ki, onu bütün Rusiya tanıyır. Yəni, belə Azərbaycanlımız da olub. 1943-cü ildə vəfat edib. Həmçinin misal çəkə bilərik, 2 dəfə Sovet İttifaqı qəhrəmanı, özü gənc ikən, Sovet İttifaqı qəhrəmanı, general mayor Həzi Aslanov tank qoşunlarının hərbi rəhbəri olub. Bütün Rusiya tanıyır onu. O da 1945-ci ildə vəfat edib. Həmçinin misal çəkə bilərik, Sovet kosmik proqramının banilərindən biri, Sovet mühəndisi və alimi Kərim Kərimov pilotlu gəmilərin sınaq uçuşları üzrə Dövlət Komissiyasının sədri olub. 2003-cü ildə vəfat edib. Bütün Rusiya tanıyır onu. Həmçinin misal çəkə bilərik, geologiya, mineralogiya elmləri doktoru, professor Fərman Salmanov Tümendə ilk neft və qaz yataqlarını kəşf edib. Rusiya Federasiyasının əməkdar geologu sayılır. Və 2019-cu ildə may ayından etibarən Rusiyanın Surgut hava limanına həmin o alimin Fərman Salmanovun adı verilib. Nə qədər belə misallar çəkmək olar. Yəni, belə dahi insanlara göz yumub, hansısa nalayıq hərəkət edən Azərbaycanlılara görə əgər Ruslardan kimsə bütün Azərbaycanı pisləsə, biz Azərbaycanlıların xoşuna gələrmi? Əlbəttə ki, xoşuna gəlməz. Odur ki, biz gərək müsəlman olaraq heç bir milləti pisləməyək. Millətin arasında hər hansı bir nalayıq, yaramaz əməli edən kimsənin əməlini və ya onun özünü pisləyə bilərsən, amma bütün milləti pisləyə bilməzsən. Sonda xüsusilə bir məsələyə toxunmaq istəyirəm. Deməli, biz, əlhəmdülillah, həm Azərbaycan dilində, həm Rus dilində, həm Türk dilində, indi gələcəkdə də başqa dillərə çevirmək niyyətimiz var. Müsəlmanların birliyi, Müsəlmanların birliyinə çağırış adlı bir kitab hazırlamışıq. Bu kitabda təkcə müsəlmanların birliyi deyil, yəni xüsusilə müsəlmanların birliyinə aiddir, lakin umumən orada müəyyən ayələri qeyd etməklə, hədisləri qeyd etməklə vurğulamışıq ki, yer üzündə insanların hamısını sülh əmin-amanlıqda yaşaması üçün, bir-birinə olan münasibətini düzəltməsi üçün Allahın dininə qayıtması vacibdir. Yəni, insanlar yer üzündə əgər Allahdan qorxsalar, milliyyətçiliyi və s. təəssübkeşliyi aradan qaldırsalar, hamısı bir-birinə insan kimi davransa, Allahdan qorxsa, onların bir-birinin haqqına girməsə, Allah yanında hörmətli olarlar. Allah da onlara bu həyatda, yer üzündə sülh, əmin-amanlıq nəsib edər. Allahdan istəyimiz budur ki, belə məsələlər, belə ağır məsələlər barədə ağlına gələni danışan, nəfsin istəyi ilə danışan bəzi elm əhlinə Allah hidayət versin. Həmçinin Azərbaycanımızda və digər yerlərdə əmin-amanlıq, insanlara əmin-amanlıq, sülh nəsib eləsin. Eləcə də insanlar arasında olan
kin kudurəti Allah Subhanahu taala tezliklə aradan qaldırsın və yer üzündə əmin-amanlıq, sabitlik bərpa olsun. Allahdan istəyimiz budur ki, Allah Subhanahu taala haqqı haqq olaraq bizə göstərsin və bizi haqq yola yönəltsin. Həmçinin batili bizə batil olaraq göstərsin və bizi ondan uzaq eləsin. Subhanakallahumma və bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və atubu ileyk.